Hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Xüsusən də xanım izləyicilər ekrana yaxın əyləşin. Çox maraqlı bir mövzu ilə sizin qarşınızdayıq. Bugün biz üzdə yaranan ləkələr və bu ləkələrə doğru yanaşma ilə bağlı maraqlı bir söhbət sizi gözləyir. Suallarımızı dermatoloq, kosmetoloq Günay Rauf cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız dermatoloq, kosmetoloq Günay Raufdur. Xoş gəlibsiniz, doktor. Xoş gününüzə gəlin. Və biz həkimimizlə üzdə yaranan ləkələr və ləkələrə doğru yanaşma ilə bağlıdır. Doktor, öncə istərdim bu suala aydınlıq gətirəsiniz. Dəridə daha çox hansı səbəblərdən ləkələr yaranır? Deməli, ləkə ümumiyyətlə hər hansı bir prosesin nəticəsi hesab olunur. Yəni, ikincili dəri əlamətidir. Dəri əlamətləri var. Birinci dəri əlamətləri var, ikinci. Birincili dəri əlamətləri bu, tutalım, sızanaq və yaxud papula, pustula. Bunlar ilkin xəstəlik haqqında bizə məlumat verə bilən bir əlamətlərdir. İkincili dəri əlamətləri isə, məsəl üçün, çapıq, ləkə, bunlar 100% heç vaxt getməyən bir şeylərdir. Çünki nəyinsə nəticəsidir. O ki, qaldı nədən əmələ gələ bilər? İstənilən travmanın yerində, istənilən yanığın yerində ki, o da bir travma hesab olunur. Günəşdən qorunmamağın ki, o da bir günəş travmasıdır. Onun yerində ləkə əmələ gələ bilər. Ləkənin də ki, mərtəbəsi fərqlidir. Var səthi ləkələr, var dermal ləkələr, var epidermodermal ləkələr. Bu, artıq travmanın dərinliyinə görə dəyişir. Doktor, qeyd etdiniz ki, bunlar keçməyən ləkələrdir. Hər halda öz-özünə keçməyən ləkələrdir, amma yaxşı bir kosmetoloq yola sala bilir bu ləkələri. Əslində tam da doğru demədim. Yox, öz-özünə keçə biləcək ləkələr də var. Sadəcə olaraq uzun müddət zaman tələb eləyir. Məsəl üçün, PIH dediyimiz postinflamator hiperpigmentasiyalar. Bunlar aqressiv travma fonunda əmələ gələn dərinin özünü qoruma mexanizmidir və dəri günəşdən və yaxud ətraf mühitdən özünü qorumaq üçün melanositlərə əmr verir ki, burada melanini çox istehsal edilir. Melanin əslində bizim təbii günəşdən qoruyucu faktorumuzdur, onu da deyim. Bax, deyir ya, günəşdən qoruyucu istifadə edin. Dərimizin özünün istehsal etdiyi SPF məhz melanindir. Sadəcə olaraq onun getməsinə, onun bərpa olunmasına uzun vaxt lazım olur və əgər bu postinflamator hiperpigmentasiya və yaxud hər hansı hormonal dəyişiklik, stres, travma gətirib melazmaya çıxardacaqsa, o zaman melazma getməyəcək. Açılacaq, amma getməyəcək. O ki, qaldı sizin sualınızda, bəli, müdaxilələrlə, düzgün müdaxilələrlə, yerində müdaxilələrlə ləkənin rəngini açmaq da olar, aparmaq da olar. Çünki bunu qeyd etdiniz, bu çox önəmlidir. Bununla bağlı ayrıca suallarım olacaq düzgün müdaxilə ilə. Çünki bəzən biz zaman-zaman hər halda öz təcrübənizdə də görürük. Daha səthi bir ləkəni aparmaq üçün yanlış bir müdaxilə o ləkənin qat-qat tündləşməsinə səbəb olur ki, sonra sizin kimi kosmetoloqlarda bir xeyli əziyyət çəkirsiniz, doktor. Bəli, əziyyət çəkirik. Çünki ilk etapda hətta bəzən pasiyent müraciət edəndə deyirik ki, bu ləkə ehtiyac yoxdur bu ləkə ilə işləməyə. Bu zaman içində açılacaq və yaxud bir ton fərqi var. Buna toxunmağa ehtiyac yoxdur. Pasiyentlər sözümüzə baxmır. O pasiyentlərə nə demək istəyərdiniz efir vasitəsilə, doktor? Valla, birincisi, gəlin açıq danışaq da, zamanə belə biznes zamanəsidir, düzdürmü? Heç kəs heç nəyi. Mən estetik klinika yönədirəm və təbii ki, mənim məqsədim o estetik klinikanın müəyyən bir gəlir gətirməsidir də, düzdürmü? Bəli. Əgər mən deyirəmsə buna ehtiyac yoxdur, mən haradasa öz marağımdan, öz maddi marağımdan keçmiş oluram, düzdürmü? Deyirəmsə yoxdur, deməli ehtiyac yoxdur da, eləməyin. Eləyib, sonra daha böyük sərmayə yatırmağına gətirib çıxardır pasiyentin. Sonra da deyirlər, Günay xanım, 2 seansa keçəcəkmi? Elə pasiyentlər də var. O da olmur da. Ləkəyə ümumiyyətlə insan psixiki statusunu normada saxlamalıdır. Özü ilə barışıq yaşamağı öyrənməlidir. Yəni, hər hansı bir problemlə onu özünə, necə deyim, travma yaradacaq, depressiya salacaq hala gətirməməlidir. Özümüzü sevməliyik. Bu birinci postulatdır. Birinci, pasiyent özünü sevməlidir. İkinci, tibbin əsas postulatı isə ziyan vurma postulatıdır. Öncə zərər vermə. Zərər vermə. Həkim fikirləşməlidir ki, mən bu pasiyentə zərər verə bilərəm. Bu müdaxiləni edərək etməməlidir
Və pasiyent də fikirləşməlidir ki, mən özümü sevirəm, mən hər hansı bir mənə ziyan olan bir proseduru edəcəmsə, o sevgim hardasa azalacaq. Eynən. Amma bütün halda mütləq mütəxəssisləri dinləmək lazımdır. Mütəxəssisləri dinləməyən pasiyentlərə çox təəccüblənirəm, doktor. O da təcrübədir. Bəli. Və başqa bir sualla istəyərdim davam edək. Günay xanım, bəzi insanlar deyirlər ki, mənim dərim ləkəyə həssasdır. Məndə çox tez ləkə yaranır və o ləkə uzun müddət getmir, yaxud çox gec gedir. Adam da var deyir ki, yox, mənim dərim heç ləkə saxlamır. Bu nə ilə bağlıdır daha çox? Bu əsl nümunəniz o barədə mənəm. Yəni, mən pasiyentlərə dönə-dönə həmişə efirdən də, Instagram səhifədən həmişə deyirəm ki, SPF krem istifadə edin, günəşdən qoruyucu krem istifadə edin, amma mən onu istifadə eləmirəm. Niyə istifadə edirəm? Ona görə yox ki, sadəcə olaraq tənbələm, amma Allah üzümə baxıb ki, mənim genetik yapım elədir ki, məndə melanin sintezi aktiv deyil. Məndə ləkələnməyə doğru getmir. Amma bu da müəyyən vaxta qədər daha. Müəyyən yaşdan sonra artıq oksidativ stres elə səviyyəyə gəlib çıxacaq ki, təbii olaraq yaşla əlaqəli ləkələr əmələ gəlməyə başlayacaq. O zaman yəqin ki, SPF-ə artıq başlayacağam. Amma pasiyentlərə də deyirəm, mən dediyimi eləyin, amma mən elədiyimi eləməyin. Genetik yatımlılıq. Əgər bizim dərimiz ləkələnməyə meyillidirsə, burada ya hormonal dəyişiklik rol oynayacaq. Məsəl üçün, hamiləlik dönəmində heç vaxt ləkə salmayan pasiyentlərin, xanımların üzündə ləkə əmələ gələ bilər. Çünki hormonal dəyişiklik baş verir, dərinin həmən bu hormonal dəyişiklik fonunda günəşə həssaslığı dəyişir və melanositlərin aktivliyi artır. Melanin nədir? Melanosit adlandırılan hüceyrənin ifrazatıdır da, yəni zülalıdır, hansı ki bizim dərimizə rəng verir və onun miqdarından asılı olaraq insan ya ağ olur, ya qara olur və yaxud onların arasında olan o şkalaya görə bölünür. Hətta belə deyək, albinos deyə bir insanlar var, hansılarda ki melanin yoxdur, amma onlarda da melanositlərin miqdarı ən qara insanın dərisində olan miqdar hüceyrəni sayılır, eynidir. Sadəcə olaraq birində hüceyrə aktivdir, birində hüceyrə aktiv deyil. Və bu həm genetik yatımlılıq, həm stres faktoru da ləkə əmələ gəlməsində rol oynayır. Elə, doktor? Bəli, stres faktoru da çox təsir edən bir şeydir. Hətta bəzən, məsəl üçün, stres fonunda insanlar əlini qaşıyır, üzünü qaşıyır və onun yerində ləkə əmələ gəlir. Bu özü də göstərir ki, stres faktoru və travma bizim ləkə əmələ gəlmə mexanizmimizdə ən birinci düşmənlərimizdir. Doktor, artıq sosial media elə bir yerə gəlib çatdıbdır ki, bəzən izləyicilər, yəni sosial media istifadəçiləri bir mütəxəssisin deyir, bir tiktokerin, bir blogerin, hansı ki, heç bir tip təhsili olmayan, tanınmış fenomen deyirlər də, bu fenomenlər hansı ki, orta təhsili bilmirik, varmı, yoxmu, onların təklif etdiyi ləkə çıxarıcılara daha çox üstünlük verirlər. Misal üçün, bu ləkən daha çox çıxarır, bu ləkən daha çox aparır, istifadə edin deyib, sonra bizə yazanlar olur ki, misal üçün, Könül xanım bizi bir həkimə yönəldin, mən maraqlanıram, necə oldu, necə əmələ gəldi, filan tiktoker bunu paylaşmışdı, o bunu istifadə edirdi, mən də istifadə edirəm deyənlər olur ki, sonra həqiqətən çox acı nəticələri də olur. Onu soruşmaq istəyirdim Günay xanım, artıq hər hansı bir səbəbdən dərimizdə ləkə varsa, deyək ki, travma sonrası bir ləkəmiz varsa, günəşdən yaranan bir ləkəmiz varsa, tibbə görə, müasir tibbə görə doğru yanaşma nədən ibarətdir? Sizə müraciət etdiyi zaman pasiyent hansı müalicə üsulunu seçirsiniz, hansı müalicə üsulunu təklif edirsiniz və təklif elədiyiniz müalicə üsulunu nəyə əsasən müəyyən edirsiniz? Birincisi onu deyim ki, yaralı yerimə toxundunuz. Haradasa bir 3-4 gün bundan qabaq bir illərin pasiyenti hansının ki, aknesini müalicə eləmişəm. Gəlib, doktor, nəhayət ki, sizi tapdım falan. Nə olub? Üzündə ləkə var. Nədən sonra əmələ gəldi bu ləkə? Filan sadalayır. Bütün ləkəyə təsir edə biləcək, bütün turşuların adını sadalayır. Deyirəm ki, əslində bunlar ağardıcıdır, amma sən bunlar hardan gördün? Bloger dedi, onun tövsiyəsi ilə. Yəni, tamam, siz demiş, sosial mediada aktivdir, tanınandır. Amma ən azından buradan blogerlərə səslənirəm. Tövsiyə verəndə heç olmasa o, necə ki, ziyanlı maddələrin üzərində yazılır, səhhətiniz üçün ziyanlıdır. Heç olmasa siz də o kiçik hərflərlə də olsa yazın ki, həkimlə məsləhət edəndən sonra bu şeylərə əl atın. Yəni, ümid edirəm ki, bu sözüm gedib onlara çatacaq. O ki, qaldı müalicə taktikasına. Burada hər şey önəmlidir. Baxın, həm pasiyentin yaşı önəmlidir,
həm travmanın zamanı, məsələn, travma deyəndə ki, dediyim kimi ləkə bir travmaya cavabdır. İstəyir günəşin travması olsun, istəyir fiziki bir travma olsun. Hə. Travmanın nə vaxt olduğu önəmlidir. O travma əmələ gələn vaxtı xanımın və yaxud bəyin qəbul etdiyi dərmanlar ki, elə dərmanlar var ki, bizim fotohəssaslığımızı artırır. Günəşə qarşı həssaslığımız artır, ona görə ləkə əmələ gəlir. Bu önəmlidir. Yaş dediyim kimi, yaş önəmlidir və nəticəni hansı zamana əldə etmək istəyirlər. Əgər pasiyent gəlib mənə deyirsə ki, mən bir seansa nəticə almaq istəyirəm, mənim onlara belə bir, bilmirəm, efir üçün uyğun olar, yoxsa olmaz. Ləkə döyülməyi sevmir, ləkə tumarı sevir. Bilmirəm, izah eləyə bildim. Bəli, nazını çəkə-çəkə. Travmanı travma ilə aradan qaldırmaq düzgün deyil. Ləkə səbir, güvən, etibar tələb edir. Yəni, həkiminizə güvənməlisiniz və zaman tələb edir. Bunlar olacaqsa, ləkənin dərinliyinə görə, məsəl üçün, epidermal ləkələr haqqında danışaq. Epidermal ləkələrin aradan qaldırması üçün ən gözəl üsul SPF və IPL müalicə. SPF günəşdən qorucu kremlərdir. Digər üsul? IPL müalicə isə, yəni bu lazerin bir tık öncəsidir də, yəni lazer deyil, amma işıqla müalicədir. Epidermal ləkələrin aradan qaldırılması üçün və yaxud hər hansı səthi yüngül pilinglərlə aradan qaldırmaq olar. Həkimin əlində hansı vasitə varsa. Yox, əgər burada artıq söhbət melazmadan gedirsə və yaxud daha dərin, yəni melazma qədər dərin olmasa da epidermisin dərin qatlarında, dermanın səthi qatlarında yerləşən pigmentasiyadan söhbət gedirsə, burada mezoterapiya bizim köməyimizə gələcək, burada küsviç lazer köməyimizə gələcək, yenə də IPL köməyimizə gələcək və yaxud PDL lazer köməyimizə. Yəni, ləkəni müayinə etdikdən sonra, dermatoskopik xəritəsini gördükdən sonra bu ləkə nə ilə əlaqəlidir, onu həkim görür. Dəyərləndirəndən sonra biz artıq müalicənin taktikasını və yöntəmini seçirik. Doktor, sosial mediada iki üsul daha çox qarşımıza çıxır paylaşımları. Bir peelinglə biz müalicə edirik deyilə, bir də fraksion lazerlə. Buna da bir aydınlıq gətirəz. Yəni, ucudan tutma elə ləkə varsa gəl bunu peeling eləyək, ləkə varsa gəl fraksion lazer edək deyənlər olur. Ağına bozuna baxmadan. İkisi də mən dediyim yöntəm deyil. Fraksional lazer lazımdır, çapıq sonrası əmələ. Yəni, bəzən pasiyentlər hər izə, üzdə olan hər izə ləkə deyirlər. Amma o belə deyil də. Məsəl üçün, post-akne çapıqlarına da ləkə adı ilə gəlir pasiyent. Amma burada ləkə deyil, burada çapıqdır. Və onun müalicəsinə fraksional lazer kömək eləyəcək. Onun vizual görüntüsünü, optik görüntüsünü düzəldəcək. Burada bəli, fraksional lazerin çox üstün cəhətləri var. Bu mövsümdə artıq olunmur, amma yəni kimdə ki bu problem var, onlar oktyabr ayından mart ayına qədər bu problemdən aradan qaldırılmasına məşğul ola bilərlər. Həmçinin də peelinglər, əgər səthi pigmentasiyadırsa, burada peelinglər etmək olar, amma yaralamayan peelinglər. Yəni bir seans, məsəl üçün TSA peeling etmək olmaz. Həmin o vurğuladığım xanım, az öncə vurğuladığım xanım TSA peeling eləmişdi ki, TSA peelingi biz həkimlər klinikada aşırı ehtiyatla eləyirik. Doktor, bəzən altındakı dəri belə qırmızı bir dəri çıxır. Bəli, post-inflamator hiperpigmentasiya başlayır, damarlanma başlayır. Yəni, dəri özünü qorumağa başlayır bizim müdaxiləmizdən. Yəni, o aqressiv peelinglərlə mən ləkənin müalicəsinin tərəfdarı deyiləm. Dediyiniz fraksional belə ki, baxmayaraq klinikamızda fraksional lazer də var, CO2 fraksionalımız da var, erbium fraksionalımız da var. Var, amma... Baxır nəyə, harada istifadə edirsiniz? Yəni etmək olmaz. Belə demək də çıxmasın. Əgər hər şeyi bir cihazla əldə etmək olsaydı, böyük klinikalar 6-7 fərqli lazer cihazı alıb yığmazdılar da. Çünki hər birinin özünün göstərişi, hər birinin özünün təsir mexanizmi var. Ona görə siz dediyiniz üsulları mən ləkə müalicəsində istifadə etmirəm. Doktor, bizə bəzən izləyicilərimiz yazanda bu sualda verirlər. Üzümdə bir ləkə var. Ən yaxşı üsul hansıdır? Ən yaxşı, ən effektiv. Bu sualın cavabı varmı? Ən yaxşı üsul uzun yolla gedən üsul. Küsviç lazer. Bəli, gec düzələcək, gec effekt alacağıq. Amma dəriyə ziyan vurmadan, dərinin strukturunu bərpa edərək nəticə alacağıq.
Ona Bu görə mənə lazer görə ən haqqında gözəl məlumat verərdiniz doktor. Çünki çox az məlumatımız var. Q-switch lazer bu endiak dalğa boyuna aid olan bir lazerdir. Sadəcə onun içində belə deyək də elə bil sanki bir açar qoyublar. O açar millisaniyə diapazonundan, yəni lazerlərin diapazonları var da, işığın yayılma dalğaları var, dalğa boyu var. MS dalğa boyundan, yəni mikrosaniyə dalğa boyundan nanosaniyə və ya pikosaniyə dalğa boyuna gedir. O qədər xırdalğa qədər. O qədər kiçik zaman diliyində gedir ki, bu lazerin işığı dəriyə zədə vurmağa çatdırmır, amma ləkəyə, o melaninə, o molekulaya zədə vurmağa çatdırır. Və nə olur, nə baş verir? Biz o melanini, həmən o zülalın lazer təsiri altında strukturunu dəyişirik. Kənardan heç nə görsənmir. Kənardan sanki elə həmənki effekti, prosedurdan girib çıxanda yüngül bir qızartı olur üzdə ki, o da 1-2 saata, maksimum 1-2 saata keçib gedir. Bəs nə baş verir dəridə? Görmədiyimiz nə baş verir? Görmədiyimiz nə baş verir? Görmədiyimiz, deməli, makrofaqlar deyə bizim immun sistemimizin, belə deyək, öndə gedən əskərləridir. Makrofaq harada nə xarab olubsa, onu yeyir, həzm eləyir, atır. Və burada əvvəl, prosedurdan əvvəl əgər o melanini normal bədən zülalı kimi qəbul edirsə ki, doğrudan da elədir, bu bədənin melanositlərin sintezi etdiyi, dediyim kimi, qoruyucu faktordur, dərini qorumaq üçün əmələ gəlmiş bir zülaldır. Amma lazer təsiri altında həmən zülal strukturunu dəyişir, olur yad. Və makrofaqlar onu görəndən sonra başlayırlar yeməyə. Belə təsəvvür edin ki, bir tort gətiriblər sizə. Siz və ətrafında bir 15-20 nəfər adam oturub. O tortu necə yeyəcəksiniz? Yəni, hərə bir dişdə alıb yeyə bilməz ki, düzdürmü? Ona bir bıçaq olmalıdır ki, o tortu doğrasın, ətrafındakilər də yesin onu. İndi düşünün ki, tort ləkədir, həmən o bıçaq lazerimizdir, Q-switch lazerimizdir və ətrafında oturan bizlər o makrofaqlarıq. Yəni, sadəcə doğranıldıqdan sonra, deyəcəksiniz, bəs niyə bir dəfəyə yemək olmur? Çünki hər insanın, hər makrofaqında yeyə biləcək qədər tutumu var. Doyandan sonra çəkilir qırağa və növbəti seanslar onun üçün lazımdır ki, yenə doğrasın, yenə o strukturu dəyişsin və beləliklə yavaş-yavaş, xırda-xırda addımlarla ləkə ilə. İki seans arasında minimum vaxt nə qədər olmalıdır, doktor? Minimum 2 həftə olmalıdır. Niyə? Çünki dərinin nə qədər də biz desək ki, zədə yoxdur, dərinin molekulyar strukturunda, yəni gözlə görülməyən deyəndə bəlli bir zədə olur. Onun bərpa olmasına 2 həftə vaxt lazımdır. Yəni 2-3 həftəyə dəri özünü toparlayır və növbəti Q-switch prosedurunu etmək olar. İstərsəmiz belə sual yaranır. Bəs neçə seans lazım olur, doktor? Yəqin ki, pasiyentlər bu sualı sizə də verirlər. Neçə dəfə gəlib gedəcəm? Çox verirlər bu sualı. Bu sualın cavabı yoxdur. Biz səhifədə məsəl üçün paylaşırıq bir seansın nəticəsini. Amma hamı da mı elə olur? Yox. Hamı da bir seansa nəticə almaq olmur. Elə pasiyent var ki, bir seansa nəticə alırsan. Elə pasiyent var, 5 seansa nəticə alırsan. Elə pasiyent və elə ləkə var ki, 20 seansa nəticə alırsan. Məsəl üçün, nevus ota. Üzün, yəni monolateral deyə də bir tərəfli xal deyirlər. Əslində xaldır. Əslində xaldır. Sadəcə olaraq bunu insanlar ləkə kimi qəbul edir. Onun bir çox yerdə və gəliblər də mənim yanıma elə pasiyentlər hansılarda ki, görürsən ki, onun yerində çapıq əmələ gəlib. Niyə? Çünki istəyiblər cilalayaraq, soyaraq, o fraksional lazerlə və yaxud CO2 ilə, erbiumla, yəni soymaq istəyiblər. Bu yanlışdır. Çünki nevus ota elə bir dərinlikdə yerləşir o hüceyrələr ki, biz onu götürməklə çapıq əmələ gətirmədən nəticə verə bilmərik. Amma Q-switchlə nəticə veririk. Sizin sevdiyiniz lazerdir, doktor. Mən biləm. Mən bütün uşaqlarımı çox sevirəm. Mən bütün lazerlərimi sevirəm. Bunların nəticəsini daha çox paylaşırsınız. Niyə? Çünki insanların görmək istədiyi odur. Bəzən gözlə görülən nədir? Məsəl üçün, danışsam 4D lazer cavanlaşmasından ən sevdiyim prosedur odur. 4D lazer. Və yaxud RF iynəli metodikadan danışsaq, son zamanlar ən sevdiklərimdən biri odur. Amma onlarla mən ləkəni aradan qaldırmıram. O bizim mövzumuz bugün ləkədir.
Bəli. Və doktor, belə deyək, ləkəni aradan qaldırmaqla paralel olaraq dəriyə hansı faydaları var bu cihazın? Deməli, küsviç lazerimizin, bu söhbət cihazdan getmir. Söhbət hələ ki lazerin özündən gedir. Cihazlar, belə deyək, ən ucuzundan tutmuş, ən bahalısına görə müxtəlif, yəni Azərbaycanda bir çox yerdə müxtəlif növləri var. Onu da deyim ki, ucuz alınan cihazlar, ucuz əldə olunan prosedur dəriyə kifayət qədər zədə verir. Niyə? Çünki dediyim kimi kontrolsüzdür burada. Burada dalğa boyu tam kontrol olunmur. O lampalar vaxtı-vaxtına dəyişdirilmir. Yəni hər şey çox önəmlidir də. Lazer deyib keçmək olmaz. İnsanların zaten sadəcə beyni lazer deyəndə ancaq fikirləşirlər ki, epilyasiyadan söhbət gedir. Halbuki epilyasiya artıq dünənki gündür də lazerlər üçün. Lazerlər çox irəli gedib. Yəni bu texnologiya sadəcə bugünün texnologiyası deyil də, gələcəyin də texnologiyasıdır. Nə faydası verə bilər? Nəyin faydasını verə bilərik? Küsviç lazer ilə biz dəriyə təsir etdikdə kollagen sintezine təsir edəcək. Çünki kollageni də nisbətən zədələyib, bədəndə isə zədə varsa onun yerini orqanizm tez doldurmaq istəyir, özünə uyğun olan şeylə. Yəni kollageni zədələyirik, elastini zədələyirik və kollagen elastin sintezi baş verir. Hialuron turşusu dəri həm də cavanlaşır demək olar ki, çox gözəl cavanlaşır. Bəli, bizdə bir çox pasiyentlər var ki, biz onlara məsəl üçün əvvəl və sonranı 3 seansdan sonra gəlirlər. Əvvəl sonranı çəkmək istəyəndə özlərini tanımırlar. Yəni o qədər. Ləkəni qoyuram qırağa. Hələ ləkə tam keçmiş olmasa belə dərinin keyfiyyəti əməlli başlı dəyişilmiş olur. Doktor, ən çox da üzündə ləkələrdən danışanda çilləri qeyd edirlər. Günəşdən düşən çillər belə deyək. Bu çillər üçün nə etmək olar doktor? Və bir də çox üzr istəyirəm, deyirlər ki, niyə yenə yaranır? Məsələn, deyirlər, hətta ad da çəkirlər. Misal üçün, biz filan yerə getdik, filan həkim keçmişdi, bu yay yenə yarandı. Bilirsiniz, gəlin buradan başlayaq ki, ləkənin müalicəsi ki, çil də, efilitlər də bir ləkə hesab oluna bilər. Amma burada 30% həkimdən asılıdırsa, 70% pasiyentdən asılıdır. Necə asılıdır? Prosedur bitdikdən sonra və daima günəşdən qoruyucunu çəkmək lazımdır. Niyə? Bax, çillərdən danışsaq əgər, çillər əslində bizim orqanizmin genetik yatımlılığı fonunda əmələ gələn bir hallardır. Yəni, genetik olaraq, əvvəldə vurğuladığınız kimi, dərimiz günəşə qarşı həssasdır və o insanlarda ləkələr, əslində ləkə deyil də, çildir bu. Çox səthi epidermal ləkələrdir. Bunu aradan qaldırandan sonra, biz genetikanı dəyişə bilmirik. Tutalım təmizdədir ki, orada bir neçə üsul var. Məsəl üçün, bir seansa istəyirsinizsə, var onun çillərin. Bir seansa aparılması var. Məsəl üçün, saynaşur, Aleksandrit lazer, məsəl üçün. Aleksandrit lazer bir seansa aparacaq. Küsviç lazerin KTP başlığı bir seansa, 2 seansa aparacaq. Amma onun yerinə daha böyük ləkə əmələ gələ bilər. Əgər pasiyent günəşdən qoruyucunu düzgün istifadə eləməsə, hər 2 saatda istifadə etmək lazımdır. Hətta bu mövzuya biraz ətraflı toxunmaq istəyirəm. Dünənlərim mənə bir link atdılar. Bir həkim deyir ki, öz sahəsinə aid deyil bu, başqa sahənin həkimidir. Amma deyir ki, biz deyirik SPF çəkməyin, SPF dəridə kanser əmələ gətirir. Bəli, mən də elə onu soruşmaq istəyirəm. Yəni, bilsiz necədir? Zəhərli bir maddədir, qana keçir. Və vurğulayır ki, son 20-25 il, 30 il ərzində melanoma deyilən xərçəngin miqdarı sayı artıb. Sadəcə olaraq bilsiz necədir? Tamamilə fərqli-fərqli 2 şeyi qarışdırır doktor. Amma məşhur həkimdir sosial mediada. Bir söz, sadəcə olaraq onun sahəsi deyil də bu. Daha çox belə xalq təbabətinə uyğun məsləhətlər verir. Baxın, melanomanın əmələ gəlmə səbəbi son 25-30 il ərzində kontrolsuz soleariuma girməkdir. Bax, onu demir axı. Pasiyentlər, insanlar, qaralmaq eşqinə düşüb soleariuma girir. Bax, o melanomanın əmələ gəlməsində iştirak eləyən əsas, yəni artmasında iştirak eləyən əsas faktorlardan biridir. Bir. İkincisi, son illər melanomanın diaqnostikası o qədər gözəl, o qədər yüksək səviyyədə olub ki, hətta nöqtəni belə, yəni gözlə görsənmir, amma pasiyent müayinədən keçəndə o nöqtə, o da melanoma olur.
təbii ki, statistikaya təsir edəcək və çıxacaq ki, melanomanın sayı artdı. Diaqnostika artdığına görə statistika da artdığına görə statistika artır. SPF qorunma mütləqdir. Niyə? Çünki günəşin verdiyi UVA, UVB və UVC dalğa boyları var ki, UVC-ni azon təbəqəsi qoruyur, saxlayır, o da yer üzünə gəlib çatmır. UVB hara düşürsə orada qalır, yəni. Və UVA ilə görünən işıq bu hər yerə yayılan işıqdır. Bazaliomanın, skvamos sel karsinomanın, yəni bu dərinin tək melanoma deyil ki, bədxassəli törəməsi. Bunlar da bədxassəli törəmələrdir. Bunların əmələ gəlməsində UVB, yəni ultra bənövşəyi B dalğaları birbaşa sübut olunmuş təsiri var ki, bəli, kanser əmələ gəlməsində iştirak edir. Ona görə ondan qorunmaq lazımdır. Əksinə tam tərsinə. Qorunmaq lazımdır. Bir də doktor, onların qiymətləri də çox fərqlidir, deyirlər ki. Keyfiyyətli krem istifadə etmək lazımdır. Təbii ki, mən məsəl üçün bu stəkanın üstünə yazsam ki, bu hər hansısa belə, nə bilim, ən tanınmış bir markanın stəkanı, o elə olmayacaq axı, düzdürmü? Hər bir kremin də üstünə yazılmaqla ki, mən bunu qoruyuram, yazmaqla deyil, ən azından istehsalçıya güvənmək lazımdır. İstehsal edən şirkətin laboratoriyaları varmı, araşdırma aparırmı, bunlara güvənərək. İllərin markasıdırmı, artıq illərin sınağından keçibdirmi? Bir də doktor, 2 saatı qeyd etdiniz. Bu gün ərzində 2 saatdan bir istifadə olunmalıdır mı? Çünki biz səhər çəkirik, axşama qədər hesab edirik, bizi qoruyur. Sizin bu işıqlar var. Bəli. Sizin bu işıqlar da təsir edir, amma nəyə? Məsələn, bu işığın altında oturanda siz kanserdən qorxmaya bilərsiniz. Yəni bu işıq, çünki burada UVB yoxdur. Burada var görünən işıq. Ləkə əmələ gəlməsində bəli iştirak edir. Yəni dərimizə əgər biz ləkə müalicəsini eləyiriksə, biz evdə də olanda, çöldə də olanda günəşdən qorunmalıyıq. Bəs qışda da doktor? Azərbaycan elə bir iqlim şəraitində yerləşir ki, burada qış deyilən anlayış yoxdur. Qışda da istifadə eləmək lazımdır. Hətta məsəl üçün qış aylarında gedirsiniz dağ xizək, nə bilim, qar olan yerə gedirsiniz. Orada günəşdən 2 dəfə artıq qorunmalısınız. Çünki qarın verdiyi dəri yanması daha çox olur. Əks etdirir şu Əks etdirir. Həm göydən gəlir o işıq, günəş, həm də əks olunub yerdən fərqli bir bucaqla düşür. Doktor, bir də belə bir fikir var ki, hətta bir neçə dəfə qarşıma da çıxıb, bəzi həkimlər belə tövsiyə edirlər ki, yayda heç bir kosmetoloji prosedur etdirməyin. Çalışın yaya qədər bitsin hamısı. Yox, bu düzgün deyil. Yayda toya getmirsiniz, yayda. Məsəl üçün də yemək yeyirsiniz də, yayda da yeyirsiniz. Amma deyirlər olmaz. Amma hər birinin özünün, məsəl üçün fraksional lazerdən danışırıqsa, bunu yayda eləmək olmaz. Amma bioutilizatsiyadan danışırıqsa, dərinin günəş təsiri altında quruması haqqında danışırıqsa ki, günəş bizim dərimizi qurudur, oksidativ stres yaşadır dərimizə. Bunu aradan qaldırmaq üçün biz mütləq surətdə bioutilizatsiya eləməliyik. Və yaxud elə non-aqressiv, non-ablativ, yəni yara eləməyən elə bir üsullar var ki, onları yayda da etmək olar və dərimizi daima cavanlaşdırmaq lazımdır. Bu yaxınlarda bir sözünüzü önləyərək bir sual verim və bir mövzu haqqında danışım. 2 bacı gəlib yanıma. Deməli, birinin 41 yaşı var, birinin 42. Sanki aralarında 10 yaş fərq var. Baxın, eyni ananın, eyni atanın balalarıdır. Hər ikisi bir dəfə ailə qurub, hər ikisinin bir övladı var. Genetik tərəfdən də hər ikisi eyni. Yəni baxırsan, görürsən ki, bunlar bacıdırlar. Sadəcə olaraq biri özünü sevir, biri özünə dəyər verir, biri özünə yay, qış, həmişə nələrsə eləyir. Bu mütləq deyil ki, yayda siz nəsə ciddi bir prosedur eləyəsiniz. Amma yayda ən azından günəşdən qorunub fotoqocalmanın qabağını almaq lazımdır. Digər bacı isə heç nə eləmir özünə və aralarında 10 yaş fərq görsün. Deyirlər, biz təbii qocalmanı sevirik, amma Sonradan mənə təşəkkür elədi. Yaxşı ki, siz bu sözü dediniz, yoxsa mən proseduraya gəlməyəcəydim. Bir də doktor deyirlər ki, yayda botoks etdirməyin, doğrudurmu? Əksinə, mən yayda botoks elətdirməyin tam tərəfdarıyam. Niyə? İzahını da verim. Düzdür. Yay mövsümündə toksinin effekti biraz az qalır. Məsəl üçün, əgər daha soyuq vaxtlarda eləsək 5-6 ay qalırsa, yay mövsümündə 3-4 ay qalır. Amma niyə görə etməyin tərəfdarıyam? Çünki yay mövsümündə biz daima belə gəzirik də, günəş dəyir, üzümüzü qırışdırırıq, nə bilim, dincəlməyə gedirik, gülmək, şənlik falan, düzdürmü? O mimiki aktivliyimiz çox olur və o mimiki aktivlik çox, üzərindən günəş vurur,
yandırır, qırışda əmələ gələcək, o qırışların içindəki izlər də əmələ gələcək, kollagen liflər də bölünəcək. Halbuki biz botoks eləsək, nə qədər də bizi, yəni nə qədər aktiv mimikamızdan istifadə etsək də, bəli, dərimizi qorumuş olacaq, o yeni əmələ gələ biləcək qırışlardan. Bir də ki, mütləq surətdə aprel, may ayı bizim hiperhidrozdan müalicə ayımız olmalıdır. Nədir doktorum? Artıq tərləmədən. Çünki yayda tərləmə artır və bunun qarşısını almaq üçün botulotoksin istifadə olunur. Ən azından 7-8 ay nə özünüzə, nə ətrafdakilərə əziyyət verirsiniz. Doktor, bir sual da verin. Belə botoksla bağlı belə bir fikir var. Bilmirəm, doğrudur mu, yanlışdır mı? Deyirlər ki, botoksu minimum 6 ay gözləmək lazımdır. Çünki deyirlər ki, 6 aydan tez olanda bədənin bu zəhərə qarşı immuniteti yaranır. 2-3 aydan bir botoks vurulanda artıq əzələlər reaksiya vermir və əzələlər belə deyək də açılmır. Doğru fikirdirmi? Yox, doğru fikir deyil. Gəlin belə deyək. Toksin dəriyə vurulan, əzələyə vurulan andan 24 saat ərzində parçalanır, çıxır, gedir. Bədəndə o zəhər qalmır. Qalan onun effektidir. Effekt, spruting deyilən bir proses var da, sinirlərin yenidən əmələ gəlməsi. Bax, o proses 3 aydan, 3-cü aydan başlayır. Və kimi də tez bərpa olunur, kimi də 6-7 aya qədər gedir. Ona görə biz onun effektini deyirik 3 aydan 6 aya qədər. Yenə də bu fərdidir, doktor. Bu fərdidir. Effekt gedibsə, qırışlanma əmələ gəlibsə, hətta 2 ayda bir də vurmaq olar. Yəni burada bir 2 aydan bir də vurmaq olar. Bəli, vurmaq olar. Amma təbii ki, əgər effekt gedibsə, əgər siz tam qırışdıra bilirsinizsə, tam qırışdıra bilmirsiniz, sadəcə olaraq effekt azalıb, amma hələ də botoksun effekti varsa, o zaman vurmaq lazım deyil. Çünki ona görə yox ki, bədəndə antitellər əmələ gələcək. Ona görə ki, onun effektini əldə etməyəcəksiniz və hardasa bir bloklanacaq da, yəni orqanizm bloklayacaq onun effekti. Çünki tam qırışmayıb axı hələ. Tam əzələ aktiv deyil, nəyə təsir eləsin? Onun təsir etmə yeri aktiv əzələdir. O aktiv olmadığına görə əzələ effekt olmur. Yəni effekt olmur da, yəni heç nə görməyəcək pasiyent. Ona görə tam gözləmək lazım ki, tamam açılsın. Amma kimi də bu 2 aya buraxır, kimi də 8 aya buraxır. Bu çox individual bir şeydir. Yəni tam açılmayıbsa botoks vurmaq lazım deyil, mütləq gözləmək lazımdır. Ziyana görə yox, bu mənə ziyandır deyə yox. Bu mənə effekt verməyəcək deyə. Heç bir xeyri olmayacaqdır deyə. Doktor, son sonunda söhbətimizi yekunlaşdırmaq istəyirəm. Göz altın qırışların üçün də deyirlər ki, mezobotokslar var ki, bunu hər, misal üçün, kosmetoloq etmir. Mən sevmirəm göz ətrafı, yəni göz ətrafına vururam. Bax, bu nahiyələrə vururam. Amma mezobotoks gözün altına sevmirəm. Niyə? Çünki, gəlin belə deyək də, mimika bizə nə üçün verilib? Biz hisslərimizi biruzə verə bilməyimiz üçün. Sevindiyimizi qarşıdakı adam bilsin. Bəli, mən ağlayanda ətrafımdakı bilməlidir ki, mən ağlayıram. Mən güləndə bilməlidir ki, gülürəm. Mən təəccüblənəndə bilməlidir ki, mən təəccüblənirəm. Bəli. Göz ətrafına çox botoks vuranda gözlər sanki donuq, daima ağlamsınıq hal alır, yəni daima sulanır. Gözəl effekt olmur. Ona görə mən gözün ətrafı nahiyəni daha çox biotilizasiya və yaxud lazerlərlə strukturunun bərkidilməsinin tərəfdarıyam. Bəli, qaş liftingini əldə etmək üçün botoks lazımdır. Yəni, gözün ətrafında olan dərin qırışı azaltmaq üçün botoks lazımdır. Amma onun da vurulma yerləri var. Yəni, müəyyən xəttdən içəri keçmək olmaz, müəyyən xəttdən yuxarı qalxmaq olmaz. Doktor, bəs artıq göz altında qırış yaranıbsa, buna nə etmək olar? Artıq varsa qırış. Artıq varsa, çox gözəl lazer prosedurları var və biotilizasiya var, hansı ki, göz ətrafını bərpa edəcək. Qırışları aradan qaldırmaq mümkündürmü? Qırış aradan qalxmayacaq, qırışın dərinliyi aradan qalxacaq. Qırışı aradan qaldıran botoksdur, botulotoksindir. Çünki mexanizmi dayandırır. Amma digər müdaxilələr mexanizmi dayandırmır. Sadəcə olaraq dərinliyi azaldır. Yenə qırış olur, amma daha dərin olmur. Yəni, məsəl üçün 10 il bundan qabaq necə idi, 5 il bundan qabaq necə idi, onda siz o qırış narahat eləmirdi axı, düzdürmü? Eləcə də indi eləyəcəksiniz, narahat eləməyəcək o qırış sizi. Çox qəribədir. Adətən, misal üçün, bir dietoloq əgər arıqlama pəhrizdən danışanda özünün çəkisi varsa, insanlar deyirlər ki, bəs necə özü arıqlamır? O qədər gözəl dəriniz var ki, yəqin ki, izləyicilərimiz də görür. Günay xanım, danışsınız, bayaqdan sizə baxıram, nə qırış var. Bunu nəyə borclusunuz? Bunu etdiyim müdaxilələrə borcluyam əslində. Etməsəz belə qalmazdınız, Günay xanım. Düşünmürəm ki, tam belə qalardım. Düzdür, mənim genetik
faktorlarım da var. Mənim anam da, atam da rəhmətli. Yəni Allah onlar rəhmət eləsin. ölənlər üzbeşdi. Onlar yaşlarından daima cavan görsəniblər. Amma sadəcə bu deyil də, yəni mütləq surətdə müdaxilələr eləmək lazımdır. Ən sadəsi bioutilisasiyadır ki, bir neçə günə vuracam özüm. Özünüzü vura bilirsiniz. Mən nədirsə iynəni başqası vuranda qorxuram. Özünüz vura bilirsiniz. Şimdi bayaqdan söhbət elədikcə deyirəm, ay Allah, maşallah, Günay xanım üzündə heç qırış yoxdur. Bunu necə əldə edibsiniz? Demək ki, müxtəlif prosedurlarla, doktor. Bəli. Ən gözəl PR əslində özünüzsüz, doktor. Elə sizi görəndə hamıda ki, mən belə istəyirəm. Bəzən, bilirsiniz necə, hər pasiyent öz həkimini tapır zaten. Bu barədə sosial şəbəkələr həqiqətən bizə köməkdir. Yəni, əgər mən pasiyent olaraq, nə bilim, yekə bir dodaq istəyirəmsə, o məni görüb mənim yanıma gəlməyəcək. Çünki deyəcək ki, özünə eləyərdi də tutalım. Və bunu bacarmır. Və çox vaxt pasiyentlərə onu da deyirəm, deyirlər, tutam dodaq dolğusuna gəlirlər. Deyirəm ki, tutalım ki, 0,2 qram istəyirəm də. Deyirəm, axı 0,2 qram sizə heç bir effekt verməyəcək. Dəryada damcı kimi. Deyir, mən qorxuram da, mənim dodağım böyük olmasın. Deyirəm, xanım, siz məndə böyük dodaq görürsünüz? Yox, mən bacarmıram da. Yəni, eləmirəm daha doğrusu. Nə mənimdə bacarmıram, bacararam, istəsəm. Amma yəni, o mənim zövqümə uyğun olan bir şey deyil. Yəni, mən insanı insanlıqdan, mənə görə o insanlıqdan çıxmaqdır. Az qala dodaq buruna toxunur. Hə, yəni mənə görə dodağı üzün yarısını tutan bir insan mənə görə estetik görsənmir. Xətirlərinə dəymək istəmirəm, amma hər kəsin öz zövqü var da. Yəni, o mənim zövqüm deyil və mən ona görə onu sizə eləyə bilmərəm. Pasiyent də baxır sosial şəbəkədə. Kimdə nəyi görürsə, mənim pasiyentlərim mənim özümdür. Təbii gözəllik istəyirəm, mən də istəyirəm belə dəri Günay xanım, təbii gözəl. Yolumuzu bizim klinikadan salaq. Bəli. Həmişə necə deyirsiniz, ən gözəl dəriniz, ən gözəl geyiminiz dəriniz. Bahalı geyiminiz. Bəli. Təşəkkür edirəm Günay xanım, çox sağ olun, var olun. Dəvətinizə görə. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız dermatoloq, kosmetoloq Günay Rauf idi. Efirimiz isə davam edir. Sağlam səhətə baxırsınız və qonağımız dermatoloq Vəli Cəfərovdur. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla ən sıx rast gəlinən dermatoloji problemlər haqqında söhbət aparacağıq. Doktor, ən çox qapınızı hansı şikayətlə döyürlər? Demək, hal-hazırda mövsüm dəyişkənliyinə görə düzdür, problemlər də dəyişir bəzən müraciət sıxlığı, amma dərinin göbələk xəstəlikləri, bu dırnaq göbələyi də buna daxildir. Aknelər ən çox gənc pasiyentlərimizin əziyyət çəkdiyi bir xəstəlikdir. Saç tökülmələri, çox müraciət var saç tökülmələri ilə bağlı. El arasında düzdür, dəmirov deyirlər bütün hamısına, amma onların da növləri var təbii ki. Fərqli dəmirov növləri deyək, onlardan çox müraciətlər olur. Amma dediyim kimi, yəni dəri xəstəlikləri bəzən mövsümə bağlı, yay aylarında aşırı tərləməyə bağlı göbələk xəstəlikləri çox aktivləşir. Hal-hazırda da çox aktualdır. Məsələn, bu dəqiqə göbələk xəstəliklərindən çox müraciət var. Amma aknelərdə sezon fərqi yoxdur. Hər mövsümdə akne müraciəti vardır. Hər yaşda, yəni müəyyən yaşa qədər hər yaşda akne müraciəti vardır. Bunlar ən çox nadir xəstəliklər də var təbii ki, autoimmun xəstəliklər də var, amma sıx qarşılaşdığımız bu xəstəliklərdir. Doktor, nəyə görə göbələklər bu qədər inatçıdır? Çünki bizə izləyicilərimiz də yazır ki, illərlə, baxın 5 il, 6 il, hətta 10 il mən göbələkdən əziyyət çəkirəm deyənlər olur. Deyirlər, dırnağımız saralır, xarab olur, qopur düşür, yerinə başqası gəlir, o da yenə göbələk olur. Deməli, belə bir şey var Çon xanım, göbələk xəstəliklərində təkrarlama ehtimalı yüksəkdir. Yəni, bu standartdır. Çünki göbələklər yoluxucudur. Məsələn, bəsit bir örnək verim, xəstə baş barmaq dırnağında deyək göbələk xəstəliyi var. Oraya istifadə elədiyi dırnaq kəsən alətini digər dırnaqlarına istifadə edirsə, yoluxdura bilər. Yəni, bu çox tipikdir. Təkrarlama ehtimalı tam sağalmadığı anda mümkündür və təkrar yoluxma da mümkündür. Yəni, göbələklər yoluxucu olur adətən. Yəni, bir yerdən göbələk yoluxdurubsa, sağalandan sonra yenidən yoluxdurma ehtimalı vardır. Eyni şəkildə dəri göbələkləri də buna aiddir. Dəri göbələklərində məncə ən böyük problemimiz, yəni bu bizim bütün dermatologiya cəmiyyətində bu problem var hal-hazırda. Bəzi o dəmirov məsələlərində, yenə deyirəm, dəmirov xüsusi diqqət eləmək lazım. Çünki dəmirov konkret bir xəstəlik deyil. Yəni, fərqli dəmirov növləri var. Bizə göbələyə də dəmirov deyilir. Məsələn, malqaradan insana göbələk düşür.
Buna Dəmirov deyilir və Dəmirov deyildiyi üçün də ona uyğun mazlar təyin olunur. Görüntüsü bənzəyirmi doktor? Oxşuyurlar, çox Bəlkə ona təəssüf. görə yanılır insanlar. Yəni bunu ayırd eləmək mümkündür deyə, yəni bu ayırd eləmək olur. Yəni ən böyük problemimiz əslində nədir? Həkimə müraciət olunmamasıdır. Çünki pasientlərin bəziləri əzəxanalardan, apteklərdən istədikləri, yəni soruşurlar hər hansı Dəmirov üçün mənə filan maz, filan krem. Və o mazların çoxsunda içində hormonal tərkibli maddələr vardır. Yəni onlar istifadə etdiyimiz müddətcə dərini yaxşı eləyir. Dayandırdığımız müddətcə əgər göstəriş olmadan istifadə olunubsa, məsələn, göbələk xəstəliyidir. Ona hormonal maz istifadə etmişik. Məsələn, 1 ay, 2 ay. Ki, bu gün daxil mən ən az gün aşırı hər gün bu xəstələri görürəm. Yəni, göbələk xəstəliklərinin müalicəsi fərqli yöntəmlərdən olunur. Sırf göbələk müalicəsi olunmadığı üçün. Və bəzən rezistent dediyimiz o dirəncli göbələklərdə kontrolsuz dərmanların istifadəsi. Yəni göbələk mazlarını belə aylarla istifadə etmək olmaz. Yəni çox istifadə etdikdən sonra artıq dözümlülük yaranır və göbələk xəstəliyinə təsir eləməməyə başlayır o dərmanlar. Məsələn, bəsit bir kənara çıxım. Məsələn, penisilin təzə kəşf olunanda bəlkə yüzlərlə xəstəlik müalicə edirdi. İndi bəzi xəstəliklər xaric heç birində kömək eləmir, bəzi infeksiyalar xaric. Çünki artıq dirəncli ştamlar, necə Covid-də olduğu kimi, yəni Covid məşhur olduğu üçün adını çəkirəm, başqa viruslarda, bakteriyalarda olduğu kimi göbələk xəstə, bəzi göbələk dərmanları artıq göbələyə təsir eləmir. Ona görə seçici olmaq lazımdır, bəzən göbələyin növünü müəyyən etmək lazımdır. Hətta bəzən dırnaq göbələklərinin düzəlməməyinin səbəbi dırnağın maya hissəsi var, ora matriks deyilir tibində. O da tamam deformasiya olur, artıq göbələk mi eləyir bunu, travma mı eləyir, onu xəstəyə görə dəyişir. Ondan dolayı da tam sağala bilmir. Göbələk sağalsa belə dırnaq deformasiyalı olmuş qalır. Xəstə çıxır dırnaqlar. Yəni məntiq budur. Yəni sağalmamaq deyilən şey əslində xəstəliyin xronikləşməyi və çox qısa müddətdə möcüzə gözləməkdir. Məsələn, bəzi xəstəliklərdə biz müalicəni başlayandan sonra 5 gün sonra möcüzə gözləməyin deyə də ifadə edir. Yəni 2 həftə sonra da möcüzə gözləməyin, düzəlməyə bilər. Tələsir adətən pasientlər. Bəli, sırf tələsmək məsələsi aktual olduğu üçün həmin o mazlar, bəzi dərmanlar, hətta göbələk üçün sistem şəklində damardan sistemlər qoşduran insanlar var. Məsələn, allergiya olanda qoşulan sistemləri göbələk xəstəliklərinə qoşdular ki, birbaşa əks göstərişdir. Yəni, içindəki qaşıntı dərmanı varsa, bu ayrı antihistamin varsa, amma hormonal bir şey qatılırsa, artıq göbələyi bu səfər aktivləşdirir. Yəni, xalq əfsanəsi kimi, o əslində əfsanə deyil də, reallıqdır bu, amma antibiotiklərin istifadəsindən mənə göbələk dərmanı vermədilər, belə bir şeylər də var, amma uzun müddətli antibiotiklərə şamil olunur. Yəni 5 gün, 3 gün antibiotik içib göbələk dərmanı içməmək çox bir problem yaratmır. Əgər bir xəstə göbələk olmayacaqsa, niyə ona göbələk dərmanı verilsin? Bəlkə 100 nəfərin ikisində, üçündə göbələk ola bilər antibiotik istifadəsindən sonra. Geridə qalan 97-98 nəfər boş-boşuna göbələk dərmanı içmiş olur ki, bu da təbii risk dərmanlar, yan təsirləri də var dərmanların, qaraciyər, böyrək və ya mədə bağırsağa. Belə. Doktor, satışda və reklama olunan bəzi göbələk əleyhinə dərmanlar var ki, mən marka adı çəkmək istəmirəm. Amma reklam belə olunur ki, göbələk varsa bu dərman sayəsində xilas ola bilərsiniz. Amma əslində hər dərman hər kəs üçün deyil. Yəni hər göbələk olan bütün dərmanları, yəni bir dərman bütün göbələk xəstələri üçün deyil hər halda. Əslində göbələk dərmanları antibiotiklər kimi çox çeşidli deyil. Yəni çeşid var da təbii ki, amma onlarla, yüzlərlə çeşid deyil. Seçim çox deyil. Deyil, bəli. Konkret dərmanlar var, amma bəzən də həqiqətən göbələk, məsələn, dırnaq göbələyi sağalmır. Göbələk müalicəsi də verilir, sağalmır. Düzdür, başqa yöntəmlər də var. Deyək ki, göbələk müalicəsindən sağalmır. Yəni dırnağı əkilməyə göndəririk. Dırnaqda məsələn həmin o verilən göbələk dərmanına dözümlü olan bir göbələk növü ortaya çıxır. Yəni həssaslıq testi qoyulur. Müəyyən olunur ki, məsələn həmin o 6 aydır istifadə olunan dərmana qarşı akarsa göbələk dözümlüymüş. Heç ona kömək eləmirmiş məsələn. Bu cür xırdalıqlar var. Amma reklam məsələsi deyil. Əgər reklam təbii ki, bu marketinq dünyanın hər yerində var. Ona etiraz eləmirəm, amma istifadə olunan dərman göbələk müalicəsinə istifadə olunur, saf göbələk dərmanıdırsa, zaten burada bir arxasında başqa bir şey güdmək lazım deyil. Yəni göbələk dərmanları bilinən şeylərdir. Sadəcə kontrollu şəkildə, məsələn, bu dəqiqə hal-hazırda dəri göbələklərinin sağalmamağının ən böyük problemi isə deyim, içində həm göbələk dərmanı, həm hormonal dərman olan mazlar var. Ad çəkməyəcəm təbii ki, var, çox sayda var. Yəni, bunları çox gözəldə effekt verir. Məsələn, pasient mazı kremi sürtür,
bir həftəyə 10 günə sağalır. Amma dayandırılmı? Dayandırdıqdan 10 gün sonra, 2 həftə sonra daha bərbad şəkildə aktivləşir xəstəlik. Hətta olmayan yerlərdən də çıxmağa başlayır. Bunun tibbi izahı var. Çox dərinə getməyim, izləyicilərimizi yormayaq. Amma yəni demək istədiyim odur ki, göbələyi dəqiqləşdirəndən sonra istifadə olunacaq müalicə saf göbələk müalicəsi olmalıdır. Yəni bir də göbələyin yerləşim yeri önəmlidir. Məsələn, saçlı dəridə göbələk ola bilər, baş dərisində. Yəni tükü də zədələyir göbələk. Dırnaq da tükdə oxşar toxumadan ibarətdir. Yəni onların müalicəsi aylarla çəkə bilər. Yəni dəridə məsələn tutalım kürəkdə göbələk var, qarında göbələk var, dərisindən danışıram. Müalicə elədin 2 həftə, 20 gün, 1 ay yarım düzəldi, getdi. Amma dırnaq göbələyi və ya saç dərisini tutan, eyni zamanda saçı da zədələyən bir göbələk varsa, aylarla sürə bilər, 6 ay, 8 aya qədər sürə bilər müalicəsi. Çünki onlara dərmanın nüfuz etməyi aylar alır. Bu cürdə var. Doktor, bir də istərdim aknelər haqqında danışaq. Bizə də yazan daha çox analar olur. Övladımda, qızımda, oğlumda dərisinə bir səpkilər var deyir. Bizə fotolar da atırlar. Akne niyə? Bəzi yeniyetmələrdə yaranır, bəzilərində yaranmır. Bəzilərində daha çox görürük, bəzilərində az görürük. Əgər bu yeniyetməliyə bağlıdırsa. Əslində xəstəliyin aknenin niyə yarandığı, yəni səbəb olaraq, tibbi olaraq izah etmək mümkündür. Təbii ərgənliyə girəndə dəri yağlanmasına bağlı, yağ vəzi aktivliyinə bağlı, aşırı yağlanma fonunda yağlı mühiti sevən bakteriyalar var. O bakteriyaların o mühitə düşməsi fonunda, yəni ardıcıl aknenin növləri də var bu arada. Məsələn, akne niyə yaranır sualının yəni, çox bəsit bir cavabı var əslində. Yəni, izahı var daha doğrusu. Ərgənliyə girəndə başlayan dəri yağlanması. Məsələn, 8 yaşında, 5 yaşında bir uşaqda, düzdür, bəzi akne növləri körpələrdə də görülə bilər, amma bu rutinə şamil olunmur. Məsələn, 8 yaşında bir uşaqda akne görmürük, amma ərgənliyə yaxınlaşanda 10, 11, 12, 13, 14 yaşda, ən çox da 12, 14, 15 yaşlarından aknenin başlama yaşıdır bu yaşlar. Sırf hormonal dəyişiklik olan vaxtıdır. Oğlanlarda da, qızlarda da ta 45-50 yaşına qədər davam edə bilər. Məsələn, 30 yaşında da başlaya bilər akne. Doktor, üzr istəyirəm. Bəzən də deyirlər ki, vaxt lazımdır, gözləmin, əl vurmayın, özü 18-19 yaşında keçib gedəcək. Belə düşünənlər də var. Belə deyim, aknenin növləri məsələn önəmlidir. Məsələn, komedonal akne var, dərialtı səpkilərlə özünü göstərən. Çox aşırı bir iz ləkə qoymadan da düzələ bilər. Ancaq belə bir şey var. İltihaplı aknelər var. Yəni biz akneni niyə müalicə edirik? Əslində akne iltihaplanmayıbsa, çirk etməyibsə, belə deyim, sepsis, irinli sepsisə yaradacaq qədər böyük aknelər çıxmayıbsa, akne insan sağlamlığını təhdid eləmir əslində. Yəni aknenin insan sağlamlığına heç bir təhlükəsi yox. Yaşla bağlı öz-özünə də keçib gedirmi doktor? Onu vurğulamağa çalışıram. Yəni akneni müalicə eləməyin məntiqi budur. Psixoloji hissəsi. Yəni bu gün 40 il bundan əvvəl insanlar nə qədər bu üzdə idi ki, nə qədər sosial media mı vardı, bu qədər şəkillər, fotolar mı paylaşılırdı və yaxud da bu qədər məclislər mi olurdu? Yəni akne sırf ləkələri, çapığı, görüntüsü kompleks yaratdığı üçün müalicə olunur. Yəni psixoloji travma yaratdığı üçün müalicə olunur. Yəni aknenin ürəyə, böyrəyə, hansısa bir qaraciyərə bir yan təsiri olan və ya da ağırlaşması olan bir xəstəlik deyil. Öz-özünə sağalmağı da mümkündür. Təbii ki, hər kəsdə yox, onu da vurğulayım ki, məsələn, bugün 40 yaşında müraciət edən pasientlər var. Sırf 20 il bundan qabaq öz-özünə sağalıb, çapığı qalan aknelərinin çapıqlarını müalicə etdirmək istəyir. Öz-özünə sağalıb, amma çapıq qoyub. Yəni bu adam 20 ildən sonra artıq bunu kompleks eləməyə başlayır. O zaman hədəfiniz çapıqsızmı bu dönəmi ötürməkdir? Hədəfimiz sağlam dəri. Yəni görünüşü çapıqsız, ləkəsiz, belə deyim. Yəni çünki aknelerin növlərinə görə dediyim kimi, məsələn, nodulokistik akne var, irinli iltihaplı akne. Ciddi şəkildə çapıqlar saxlayır. Deyirlər çopurdur filan kəsilmiş. Yəni həmin o çopurun insanın hansısa bir orqanına zərəri yoxdur. Sırf dəriyə zərəri var və görüntü məsələsi təbii ki. Adam birbaşa həyatına təsir Yəni ona görə də aknenin müalicə olunmağını, yəni çox üzr istəyirəm, bu cəmiyyətcə çox yayılıbdır. Ailə qursun düzələcək bir xanım üçün müraciət, övladı olsun düzələcək. Yəni hormonal dəyişikliklər akneyə təsir edir təbii ki, amma aknenin öz-özünə sağalmağı da hər dəqiqə görülən bir şey deyil. Sağalır təbii ki, mən sağalma demirəm, amma təbii ki, bir nöqtə sağalır, başqa bir yerdən çıxır, bu mütəmadiləşir. Yəni akne müalicəsi də uzun müddətli bir zəhmət tələb edir. Çünki aknenin, iltihaplı aknelerin müalicəsi bəzən 1 ilə, il yarıma qədər, onların izini belə tam aparana qədər davam edə bilir. Əgər pasient axıra qədər bunu, bəziləri məsələn mənim aknem olmasın, ləkə önəmli deyil mənim üçün deyə müraciət edənlər belə var. Yəni mənim səpkim çıxmasın, amma ləkə qalsa da mənə önəmli deyil. Bu cür pasientlər də var, amma təbii ki, davamlı olaraq axıra qədər gələn, çapıqları üçün müraciət edən, ləkələr üçün sırf akne tək çapıq yox, ləkə də qoyur. Çünki dəridə iltihap varsa, iltihabın sağaldığı yerdə ləkə də qala bilir, çapıq da qala bilir. Yəni aknenin növünə görə dəyişir təbii ki.
Doktor, bəzi səhifələr var, təbii sularla akneni biz müalicə edirik deyirlər. Misal üçün, onların səhifələrində bir dəfə oxumuşdum. Üzü gündə bir neçə dəfə spirtlə silin və paltar sabunundan yuyun deyə yazılmışdı. Hətta bunu dəstəkləyən izləyicilər də var idi. Onlar da dedilər ki, hə, biz də özümüzü paltar sabunundan yuyuruq. Bu paltar sabunu nə məsələdir, doktor? Əksər dəri problemlərində yazılar paltar sabunu. Əslində, paltar sabunu və bizim qara sabunu, ya da kükürtlü sabunlar, onların antiseptik özəlliyi var, yəni antibakteriyal təsiri var və quruducu özəllikləri var. Sırf quruducu özəllikləri. Məsələn, əvvəldən bəlkə eşitmişsiniz, dədə babamızdan həmişə məsələn, bişməzələri, tərləyən yerləri paltar sabunu ilə yudurdurdular həmişə insanlara. Bunun bir dənə məntiqi var. Quruducu və antiseptik özəlliklərini faydalanmaq. Amma belə bir şey var. Yəni, akne mütəmadi çıxırsa, biz üzdən nəsə müalicə eləməyə çalışırıq. Və bu müalicə müddəti, üz baxımı daha uzun müddət çəkməlidir. Məsələn, bəsit bir örnək verim. 14 yaşında bir xanım düşünün, təzə-təzə akneləri başlayıb və yaxud da 6 ay ərzində biraz şiddətlənib və siz dediyiniz qaydada yerli baxım məhsulları, şərt deyil bu paltar sabunu olsun və yaxud da spirt olsun. Lasyonlar var, məhlullar önəmli var, deyil. cürbəcür. Yəni, aknenin növünə görə, əgər daxilə müalicə başlanmasa və yaxud da problemləri olan bir pasientdirsə, məsələn, tutalım 20 yaşında bir xanım düşünək. Yəni oğlanlarda, kişilərdə biraz istiqamət standart olduğu üçün daha çox xanımlara doğru müraciət edirəm. Məsələn, hormonal bir problemi var. Analıq halı pozulmaları və yaxud da saç tökülməsi, dırnaq qırılması, bunun fonunda hansısa bir hormonal problem, yumurtalıq kistası, tiroid vəzi problemləri, məsələn bu elazozob dediyimiz bir sürü problem çıxır. Yəni bunun aknesini nə qədər istəsək də müalicə edə bilmərik. Yəni müalicə elədiyimiz müddətcə səpkiləri solacaq, irinli səpkilər azalacaq. Biz müalicəni dayandırdıq, hormonal problemi varsa proses yenidən davam edəcək, problemdirsə. Yox da akne, bayaqki sualınızın cavabı, məsələn, bəzi genetik yatqınlıq da olur, çünki aknedə hər zaman hamıda akne çıxmır. Hər hormonal problemi olan, hər ərgənliyə girən aknesi çıxmır. Genetik yatqınlıq da önəmlidir. Hansı, məsələn, nəsil var ki, məsələn, mənim pasientlərim var, bəlkə nəsillərindən 10-15 nəfər sırf mənə akne üçün müraciət edib. Yəni, bu insanların nəslində biz 70%-ında aknelər çıxır. Bəzi nəsillərdə tək bir adamda və yaxud da ümumiyyətlə olmur başqa problemlər, ümumiyyətlə akne çıxmadığını öyrənirsən. Yəni, nəticədə aknenin müalicəsi yerli üsullarla uzun müddətli, əgər bezdirməyəcəksə pasiyenti, məsələn, illərlə mənim aknem çıxmayana qədər 5 il, 10 il, 15 il mən üzümü yuyacam hər gün aşırı sabunla, onunla, bundan, yəni eləyə bilərlər. Əgər aknenin növünə görə təbii ki. Əgər bir dəridən çirk axırsa, sən bunu heç bir sabunla quruda bilmərsən. Yəni, irin çirk axan bir dərini müalicəsiz qurutmaq biraz mümkündür. Spirtlə silməyin bir faydası ola bilərmi, doktor? Yenə eyni məntiqdir. Quruducu və antiseptik özəllik. Başqa bir xüsusiyyət yoxdur. Yəni, antiseptik özəlliyi... Müalicə deyil də, belə deyək. Yəni, yerli olaraq müalicə saya bilərik əslində, amma daha çox baxım sayılır o. Məsələn, antiseptik özəlliyindən faydalanır. Məsələn, bir inyeksiya eləyən vaxtda necə həmin yeri spirtlə niyə silirik? Məsələn, spirtlə silməyin məntiqi bakteriyanı iynənin ucu ilə bərabər dəriyə, damarımıza, qanımıza keçirtməyək. Yəni, məntiq budur. Damardan qana keçməsin deyə. Məntiq odur. Antiseptiklə dərini silmək, o yağlı mühitdə inkişaf edən akne bakteriyaları var. Onları aktivləşdirib akneləri iltihaplaşdırmasın. Yəni, deyək ki, dəraltı bir qara nöqtə var, onun içinə bakteriya düşüb də irinli akneyə çevrilməsin məntiqi ilə. Və antiseptik özəlliyi budur. Quruducu özəlliyi də təbii ki, dəri yağlı olduğu üçün onu qurutmağa çalışır antiseptiklə və yaxud da quruducularla. Məntiq budur. Yəni, çox bəsit izahı var əslində. Amma təbii ki, elədiyiniz müddətcə biraz kömək etmiş ola bilər və ya yüngül aknelərdə kömək eləyər. Amma dediyim kimi, iltihaplı aknelərdə bunların demək olar ki, bir faydası olmur. Yəni. Doktor, yay gəlir və həkimlər bunu tövsiyə edirlər ki, dərinizi günəşdən qorumaq üçün SPF kremlərindən istifadə edin. Saçımızı da günəşdən qorumalıyıq mı? Yəni, saçın günəşdən qorunmağı deyə bir şey yoxdur. Çünki dərimizi günəşdən qorumağın bir məntiqi var. Niyə qoruyuruq? Uzun müddət günəş məruziyatı dəri xərçəngi riskini artırır, dəri yaşlanmasını sürətləndirir. Yəni, dərimiz quruduqca günəşə daha çox məruz qalır. Niyə məsələn, ərgənlik yaşlarında günəş ləkələri az, yaş artdıqca çox görülür? Dəri quruduqca yaş yarpaq, quru yarpaq məsələsi. Dəri quruduqca daha çox günəşə məruz qalır. Yəni, daha çox dəriyə rəng verən pigment var, melanin pigmenti. Melanin pigmentinin, melanositlərin aktivləşib, melanin pigmentini çox buraxmağı, ləkənin artmağı filan. Bunun bir izahı var. Amma saçın özünü qorumağımızın bizə çox yandırmamaq. Təbii ki, yəni biz o qədər
qızmar günəş altları olmur ki, deyə saçımız yanacaq filan. Amma çox bir anlamı yoxdur yəni saçların. Bəs nə görə yayda saçlar daha çox tökülür doktor? Bizə də elə deyənlər olur. Mövsüm dəyişkənliyinə bağlı saç tökülmələri olur da, bu standartdır, ola bilər. Amma bəzən qidalanmalara görə ola bilər bu. Stres faktorunun rolu çox önəmlidir. Amma tam tərsinə bəzi insanlarda da qışda çox tökülür saçları. Yəni bu İnsandan insana dəyişir mi o dəyişə zaman? bilər, təbii ki, dəyişə bilər. Məsələn, bir insanın D vitamininə bağlı saç tökülməsi varsa, yayda D vitamini biraz yüksək olur deyə günəşdən dolayı, günəş mərziyyətindən dolayı daha çox şey olur. Saç tökülməsi azalır, şiddətlənmir. Havalar soğuyandan sonra günəş biraz daha az gördükdən sonra yenidən başlayır. D vitamini verirsən, saçı düzəlir məsələn. Və yaxud da nə bilim, hansısa vitamin, mineral əlavə etsən paralel saçları düzəlir. Yay gəldi, öz-özünə düzəlir məsələn, var. Əgər xəstəlik fonunda saç tökülməsi yoxdursa, yəni mövsümə bağlı tökülmələr çox önəmli sayılmır. Saç tökülməsi düz simptomatik, yəni səbəbsiz saç tökülməsi də ola bilər, amma saç tökülməsinin adətən bir səbəbi olur, bir açıqlaya bilirsən niyə tökülür deyə. Bu səbəb düzələn səbəbdirmi, düzəlməyən səbəbdirmi, bu işin başqa tərəfidir, amma ən azından izah eləyə bilirsən niyə töküldüyünü. Doktor, saç tökülməsi nədir? Nəyə saç tökülməsi deyilir? Çünki istərsəməz hər gün saçımızı darayanda darağın dişlərində saç görə bilirik, tük görə bilirik. Saçımızı yuyanda yenə tük çıxır, tük tökülür. Nə tökülmə sayılır? Yəni nə zaman biz narahat olmalıyıq ki, saçımız tökülür? Çünki bütün halda gün ərzində dən-dən də olsa, tək-tək də olsa tüklər tökülür. Saç tökülməsi bu cürdür. Yəni gün ərzində qəbul olunan budur. 100-150-yə qədər saç teli tökülə bilər. Çünki saç tellərinin bir ömrü var. Müəyyən qədər ömrü var. Məsələn deyək, müəyyən qədər Yenilənir doktor? Təbii ki. Yəni müəyyən folikul tük kökü yerindədir. Tökülən bir yerdən tük çıxır. O problem deyil. Məsələ nədir? Saç tökülməsi əgər gün ərzində düzdür, bir-bir oturub saçları saymaq da şərt deyil. Ancaq bir pasiyent düşünür ki, məsələn, darağa daha çox saç gəldi. Məsələn, mən üzr istəyirəm, yatdım, durdum, baxdım yastığımın üstündə çoxlu tük var və 6 ay, 1 il bundan qabaq mənim saçlarım daha sıx idi. Bir də biz onun müəyyən testlər var. O testlərlə eləyirik saç tökülməsidirmi, deyilmi deyə. Əgər bu saydıqlarımdan birisi, hər hansı birisi varsa, təbii ki, saç tökülməsi olaraq qəbul olunur. Amma hər gün darağa saç gəlir deyə, bir insanın saç tökülməsi var deyə. Çünki bəzən olur, məsələn, psixiatrik problemləri olan pasiyentlərimiz var. 6 aylıq tökülən saçlarını biz telefon torbaya yığıb gətirir bizə, məsələn ki, mən bu qədər saçım tökülür. Həqiqətən də o saça baxdıqdan sonra deyirsən ki, məsələn, bu insanın saçı qalmamalıdır bu günə qədər. Təbii ki, saç telini, kökünü gətirmir də, saçlar uzundur. Bir yerə yığdıqda da böyük bir kütlə əmələ gəlir. Bu insan da saçlarına baxırsan, yəni çəkmə testində belə tək bir dənə saç teli gəlmir. Bu insan gündəlik olaraq daraqda və yaxud da duş kabində yığdığı tükləri filan hamısını toparlayır bir araya, 6 aydan, 1 ildən sonra həkimə aparır. Belələri də var. Amma saç tökülməsi qan azlığına, vitamin mineral çatışmazlığına, stres faktoruna, bəzi dərmanlara, mövsümə, genetik yatqınlığa, nə bilim, yanaşı keçirmiş hansısa bir xəstəlik fonunda çox sayda saç tökülmə səbəbi var. Yəni bu tökülmələrin əgər biri hər hansı bir səbəb yoxdursa tökülmənin altında, simptomatik saç tökülməsi deyib o cürdə müalicə etmək olur və yaxud da pasiyentin tökülmə kimi qəbul edildiyini bir dermatoloq tökülmə kimi qəbul etmir. Yəni bu qədər bəsit. Doktor, bəs bu kimyəvi prosedurlardır, saçımızın rəngini dəyişirik, keratin istifadə edirik. Saçın ömrünə təsir göstərirmi? Bu cür vurğulayım. Əslində saçın baş dərisinə müdaxilə olunan müdaxilələr tük kökünə təsir edə bilir, saça təsir edə bilir, saçın uzanmağına filan, amma saçın keyfiyyətinə təbii ki, o yerli istifadə olunan keratini, digərləri, rəng boyalar filan, əlbəttə kimyəvi maddələr ki, zaten təsdiqlənməyən belə bir sürü var ki, yan təsiri çoxdur. Təbii saçların qırılmağına səbəb olur, cansızlaşır, keyfiyyəti itir. Eyni zamanda tərkibində kimyəvi boyalar olan maddələr var, kimyəvi maddələr olan boyalar var. Onlar da eyni şəkildə saçın keyfiyyətinə əlbəttə ciddi şəkildə, məsələn, keratin daxil bir sürü saç prosedurları, məsələn, çox bəsit, saçlar yuyulub isti fenlə qurutmağa çalışırsan, su molekulları partlayır deyə saçlar qırılmağa başlayır. Bir müddətdən sonra saç cansız görünür. Necə qurutmaq lazımdır saçı? Daha ütü fenlərini yaxından, əslində ütü fenlərinə mən istifadə etməməyi tövsiyə edirəm çox vaxt. Yaş saçlardan söhbət edirəm. Yəni quru saçda çox isti olmasa bir problem olmur, amma hava fenini də çox yaxından tutmaq olmaz. Yəni maksimum uzaqdan. Temperaturu biraz daha, istiliyi biraz daha aşağı. Saç yaşdırsa əgər.
Məsələn, sizin bayaq vurğuladığınız dəniz yay mövsümündə məsələn günəş altında qalıb da, üzr istəyirəm, duş alıb da günəş altında qalanda bu cür proses ola bilər. Amma dediyim kimi orada da çox aşırı bir isti olmadığı üçün su sadəcə buxarlanır, yəni çox önəmli olmur. Doktor, son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Marka adı çəkmədən danışaq bu haqda, çünki ən çox izləyicilərimizdən aldığımız suallardan biridir. Misal üçün, biz bir mağazaya girdiyimiz zaman orada müxtəlif saç şampunları var və cürbəcür üzərinə qeydlər yazılıb. Misal üçün, boyalı saçlar üçün, tökülən saçlar üçün, kəpəkli saçlar üçün. Həqiqətənmi bir mütəxəssis olaraq tövsiyə edirsinizmi? Şampun aldığımız zaman nələrə diqqət edək? Bunlar nə qədər effektiv ola bilərlər? Yox, şampun məsələsi çox individual bir şeydir. Məsələn, şampunları dəri tipinə uyğun, yəni saç tipinə uyğun təbii ki, təyin etmək lazımdır. Təbii ki. Məsələn, çox bəsit bir örnək verəcəm. Məsələn, yağlı dərilər varsa, tez-tez yağlı, tərkibində sink elementi olan, yəni firma, marka heç bir önəmi yoxdur. Təbii ki, güvəndiyi bir brendin tərkibində sink olan hansısa bir şampun istifadə edə bilər. Və yaxud da kəpəkli saçlar var, tərkibində kükürt molekulu olan hansısa bir şampun istifadə edə bilər və yaxud da antifungal, göbələk əleyhinə olan bir tərkibində bir şampun istifadə edə bilər, dərman olan. Bu tərkiblərə diqqət etmək olar. Belə deyim, dəri tipinə uyğun. Yəni bir insan əgər saçı yağlıdırsa, bir ərgən düşünək, 20 yaşında bir xanım düşünək, saçları yağlıdır. Saçın yağlanması təbii ki, dəriyə bağlı, dəridən dolayı yağlanır saçlarda. Yəni nəmləndirici şampun istifadə etdiyi zaman saçları biraz daha yağlanmağa başlayacaq. Yəni işin bu tərəfi də var. Yəni daha çox quruducu, biraz daha yağlanma, yəni əslində yağlanma xəstəlik deyil. Biz yağlanmanı tamamilə qurutmağa çalışmırıq təbii ki. Amma insanları narahat etdiyi üçün, yəni yağlanan saçlar pis göründüyü üçün və ya yağlı mühitdə bakteriyalar aktivləşib pis qoxu gəldiyi üçün bu önəmli sayılır. Amma əslində dəri tipinə uyğun şampun təyin eləmək və yaxud da şikayətlərə uyğun, məsələn, kəpəkli saçım var və ya tam tərsi heç bir kəpək yoxdur saçımda, dərim sadəcə quruyur, baş dərim və yaxud da nə bilim saçlarım aşırı yağlıdır, aşırı qurudur, cansızdır, həcmsizdir, yəni provitaminlər daxil içində olan bir sürü şampunlar var. Yəni mənim marka filan heç vaxt önərmirəm onsuz da. Yəni əgər tərkibində bir şey yoxdursa, müalicəvi bir maddə yoxdursa, sadəcə məqsəd nə olur? Dəri tipinə uyğun olmağı. Dəri tipinə uyğun olmağı da təbii ki, pasientlər özü də müəyyən edə bilər, amma həkim müəyyən etsə daha yaxşı olar. Daha dəqiq olar. Doktor, bəziləri isə tam təhlükəsiz deyib uşaq şampunlarından istifadə edirlər. Saçlarını uşaq şampunlarından yuyurlar. Uşaq saç şampunları nəmləndirici özəlliklərdə olur daha çox. Məsələn, uşaqların dərisi daha quru olduğu üçün, ən azından ərgənliyə girənə qədər uşaqların dərisi daha quru olur. Amma zərərsiz məsələsinə gəlincə, dediyim kimi, yəni bizim həyatımızda o qədər kimyəvi maddələr vardır ki, bu təkcə şampunlarla kifayətlənsəydin nə olardı? Yəni təkcə şampun deyil təbii. Bir sürü kimyəvi maddə var həyatımıza girən. Yəni uşaq şampunun təhlükəsiz olduğu üçün məsələsi deyil. Sadəcə mənim gördüyüm pasientlərin müraciət səbəbi digər şampunlardan fayda görmədikləri üçün uşaq şampunlarına keçirlər və quru tipdə, adətən quru tipdə seboreik dermatit dediyimiz bu kəpəklə bağlı olan xəstəlik, quru tipdə dəri olanda uşaq nəmləndirici şampunları çox yaxşı effekt verdiyi üçün ondan davam edirlər. Əslində yağlı dərilərə uşaq şampunları istifadədən biraz daha qurutmağa, yağlandırmağa başlaya bilər. Yəni zamanla onu hiss edirlər təbii ki. Amma quru tipdə bir dəri varsa uşaq şampunları yaxşı effekt verə bilər yəni. Amma tərkib məsələsi sual işarəsidir. Çünki bəzi kimyəvi maddələr hələ də təsdiqlənməmiş yan təsirləri var təbii ki. Gəldiyinizə görə təşəkkür edirəm doktor. Çox sağ olun. Dəvətiniz üçün çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız dermatoloq Vəli Cəfərov idi. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Yeni verilişlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.